Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərə 2025-ci il 9 mart buraxılış imtahanına salınmış modal fe'llərlə əlaqəli olan 15 nömrəli sualın izahını təqdim edəcəm. Gəlin izaha keçid alaq. Deməli, modal fe'l olaraq əziz şagirdlər has özündən sonra to istəyir. Yəni has to, have to. Ona görə to'su yoxdur deyə A variantı səhvdir. C variantında doesn't have to. Yenə də to'su yoxdur. C-ni də çıxardırıq. Daha sonra D variantında has to do, have to do bunların inkarı özləri ilə düzəlmir. Əvəzinə don't have to və yaxud da ki doesn't have to deyirik. Y variantında won't will notun qısası da elə bil ki won't be able. Tüyüsü yoxdur yenə də arxasıca. Ona görə Y-ni də çıxırıq. Düzgün cavab qalır B variantı. Deyir ki, onun ingilis dili yaxşı olduğuna görə, yəni mükəmməl olduğuna görə o yaxşı bir iş tapmağı bacaracaq. O da düzgün cavab olur B variantı. Sağ olun, salamat qalın.